Əvvəla bizim İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin dəvətini qəbul edib bugünkü tədbirdə iştirak etdiyinizə görə hər birinizə təşəkkürümü bildirməsi. Sizin iştirakınız bizim üçün çox böyük şərəfdir. Enterprise Azərbaycan portalı möhtərəm cənab Prezidentin müvafiq sərəncamı əsasında yaradılır və İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərir və böyük fəxarət istəyirəm, mən demək istəyirəm ki, Enterprise Azərbaycan portalının yaratdığı startup məktəbi Böyük İpək yolunun üzərində ən böyük məktəbdir, ən böyük startup məktəbidir. Və bu qürurlandırıcı bir haldır, çünki Azərbaycan Böyük İpək yolu yaranan günündən bu günə qədər həmişə bu İpək yolunun üzərində öz sözünü demişdir. Hələ vaxtilə Ulu Öndər Heydər Əliyev 1998-ci ildə Traseka katibliyinin ilk iclasının Bakıda keçirilməsini təmin etməklə Böyük İpək yoluna böyük bir dəstək vermişdir. Sonradan Xəzər Hövzəsi məhz Ulu Öndərin dərin düşünülmüş strateji baxışına uyğun olaraq neft-qaz strategiyasının sayəsində dünyaya açılır. Dünyanın aparıcı şirkətləri bura gəlir və ilk dəfə neft və qaz kəmərləri çəkilir. Onun arxasında Azərbaycan ən böyük nəqliyyat layihələrini həyata keçirdi. O cümlədən Bakı-Tbilisi-Kars. Son 20 ildə bizim təkcə avtomobil yolları tikintisinə təsəvvür edək ki, 21.000 kilometrdən artıq biz avtomobil yolu tikintisini həyata keçirmişik. 1500 kilometr dəmir yol xətti çəkilmişdir. 9 bizim aeroportumuz var, onların 3-ü azad olmuş ərazilərdədir. Bugün Azərbaycan Xəzər Hövzəsində ən böyük mülki gəmi donanmasına malik olan bir ölkədir. Bugün Azərbaycan regionun ən böyük hava nəqliyyat donanmasına malik olan bir ölkədir. Və bütün bunlar, mən düşünürəm ki, Böyük İpək yolunun üzərində onu daha da iləri aparmaq imkanları yaratmışdır. Azərbaycan sonradan həm də Böyük İpək yolunun artıq fiber optik kabelinin çəkilməsi sayəsində də uzun müddətli bizim işlərimiz nəticəsini verir və bu günlər artıq biz Böyük İpək yolu ilə həm də datanın axıdırıq, yəni data axınları da buradan keçir. Və nəhayət Azərbaycanın təşəbbüsü ilə bizim Mərkəzi Asiyadakı tərəfdaşlarımızla birlikdə biz Böyük İpək yolunu həm də yaşıl dəhlizə çevirmişik. Çünki istehsal olunan alternativ enerji mənbələrinə uyğun olaraq enerji məhz Azərbaycanın üzərindən Avropaya axıdır. Gördüyünüz kimi Azərbaycan təkcə son 30 il ərzində Böyük İpək yolunun formatını bir neçə dəfə dəyişmişdir. Neft, qaz, dəmir yol, avtomobil yolu, logistika, fiber optik data axınları və yaşıl dəhliz. Bugün isə cənab Prezidentin siyasətinə uyğun olaraq, tapşırıqlarına uyğun olaraq biz Böyük İpək yolunun üzərində bir texnologiya xəttini qurmaq istəyirik. Çünki bizə görə Böyük İpək yolu bir təkcə marşrut deyil. Bu əlavə dəyər zənciridir, regional dəyər zənciridir. Və təkcə özdə iqtisadiyyat nöqteyi nəzərdə dəyər zənciri deyil, həm də mədəniyyət dəyərlərin bölüşdürülən bir ekosistemdir. Və buna görə təsadüfi deyil ki, Böyük İpək yolunun ən böyük startup məktəbini Azərbaycan yaradır. Yəni bu bizim üçün çox böyük bir şərəfdir. Biz 130 startup Çindən tutmuş Mazaristana qədər dəvət etmişik, iştirak ediblər və bugün də yarışmalarda iştirak ediblər. Və bugün böyük fəxr hissinə deyirik ki, artıq bizim qalib startupların arasında təkcə Azərbaycan yox, həm də Türkiyənin, Pakistanın və digər ölkələrin startupları var. Biz bu layihəyə Amerikanın Nevada Universitetindən tutmuş Stanford'a qədər, Stanford'dan tutmuş Oxford Universitetinə qədər çox görkəmli professorları cəlb edildi. Almaniyanın Süni İnternet Fondu bu layihəyə dəstək verdi. Yəni, layihənin miqyası həddindən çox böyükdür və bizim xüsusən də ki 27-30 strategiyası nöqteyi nəzərdən bu layihənin çox böyük əhəmiyyəti var. Çünki biz artıq belə iqtisadiyyat dillə desək, nə hökumət xərcləmələrinlə, nə də ki başqa istiqamətdə yox, daha çox texnologiyanın, innovasiyanın üzərindəki inkişafın daha dayanıqlı, daha davamlı, daha sürdürülə bilən və daha perspektivli olmasını başa düşürük. Və bunun üçün də mütləq şəkildə insan kapitalının inkişafı çox vacib lazımdır. Və mən düşünürəm ki, bu kontekstdə bu günləri burada
iştirak edən bütün bizim startuplarımızı təbrik etmək olar. Çünki onlar 130 startupın arasından seçiliblər. 30 səfərləmənin deyilən rəqəmlərə görə startupımız var. Mən fürsətdən istifadə edib başda fərqlənimsiz olmaq şərtindən bütün bizim tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm və bizim professorlarımıza təşəkkür etmək istəyirəm. Mən bildiyim yerə qədər mən şəxsən tanış deyiləm. Murad bəy Stanford Universitetinin professoru burada iştirak edir. Siz çox şad olun Murad bəy, sizlə ilk dəfədir mən. Stanford dünyanın bir nömrəli universitetidir. Venture fondlara nöqtə-nəzərdə. Mənim dostum Steli Bulayev, salamlarını çatdırırsınız. Çox məşhur bir professor və venture üzrə çox dəyərli bir insandır. Gönçə xanım tanış deyirəm, siz Gönçə xanım. Mən elə eşidirdim adınızı, çox şad oldum. Gönçə xanım Maltada, yəni Avropanın əsas venture mərkəzlərindən biridir və siz böyük şərəf verdiniz bizə bugünkü tədbirə qatılmaqla. Və gördüyünüz kimi miqyas həddindən çox böyükdür. Və yekunda bir məsələni də qeyd eləməsiyəm, çünki bunu deməsəydim olmaz, mən iqtisadçıyam. Biz bunu 0 maliyyə verildik. Yəni, bu səmərəliyin son həddidir. Yəni, biz ən az resursla ən yüksək nəticəni əldə edirik. Çünki belə götürəndə daha çox, belə deyək ki, biz İqtisadi İslahatların Təhlil Kommunikasiya Mərkəzi olaraq Cənab Prezident tərəfindən ölkədə proqram idarə etməsi, strateji idarə etmək üçün yaradılmış bir qurumdur. Enterprise Azərbaycan sadəcə bizim belə deyək ki, böyük portfeldə sadəcə bir hissədir. Ona görə də biz daha az maliyyə ilə daha yüksək nəticə əldə edirik və bu, belə deyək ki, necə deyək, çox səmərəli bir işdir. Mən bir daha bütün heyəti təbrik edirəm və uğurlar arzulayıram. Çox sağ olun.